Demək, morfologiya Yunan sözü olub, morfos, forma, logos, elm, təlim deməkdir. Morfologiyada öyrənilir nitq hissələri. Niyə nitq hissəsi deyirik? Birinci ona baxaq. Nitqin iki forması var. Yazılı nitq və şifahi nitq. Biz yazılı nitqdə də, şifahi nitqdə də istifadə elədiyimiz sözlər ki var, onların hər birinin özünə məxsus funksiyası var. Məsələn, ad bildirən sözləri biz isim adlandırırıq. Sonra əlamət və keyfiyyət bildirən sözləri, yəni əşyanın əlamətini və keyfiyyətini bildirən sözləri, yəni ismin əlamətini və keyfiyyətini bildirən sözləri sifət adlandırırıq. Sonra əşyaların sayını, miqdarını bildirən, sırasını bildirən nitq hissəsini say adlandırırıq. Hərəkət bildirən sözləri feil adlandırırıq. Hərəkəti müxtəlif cəhətdən izah edən sözləri zərf adlandırırıq. Yəni bunlar hamısı bizim nitqimizin parçaları, hissələridir. Eləcə də digər əsas nitq hissələrini əvəz edən sözləri əvəzli adlandırırıq. İstəyir yazıda olsun, istəyir şifahi nitqdə olsun. Bunlar hamısı adlanır nitq hissələri. İndi bu nitq hissələri iki qrupa bölünür. 6 nitq hissəsinin həm leksik mənası var, həm qrammatik mənası. Bildiyimiz kimi bütün sözlərin həm leksik, həm qrammatik mənası ola bilməz. Elə sözlər var ki, heç onların leksik mənası yoxdur. Amma bütün leksik mənası olan sözlərin həm də qrammatik mənası var. Mütləq yadınızda qalsın. Demək, köməkçi nitq hissələrinin yalnız qrammatik mənası var. Burada qeyd eləmişik. Əsas nitq hissələrinin, köməkçi nitq hissələrinin müqayisəsini aparmağa çalışmışıq. Burada məsələn yazılıb ki, birincidə əsas nitq hissələrindən danışırıq. Birincidə yazılıb ki, əsas nitq hissələrinin həm leksik, həm də qrammatik mənası var. Əsas nitq hissələri ayrılıqda suala cavab verir. Yeri gəlmişəm, onu deyim ki, qrammatik məna o deməkdir ki, söz hansı nitq hissəsinə aiddir və həmin nitq hissəsi kimi hansı xüsusiyyətləri daşıyır. Onlardan danışırıq. Ayrılıqda suala cavab verir. Bəli, əsas nitq hissəsinə aid olan sözlər, isimlər kiminə, hara, sifət necə, nə cür, hansı, say neçə, nə qədər, neçənci və s. suallara cavab verir. Ayrılıqda suala cavab verir. Ayrılıqda cümlə üzvü olur. Əsas nitq hissəsinə aid olan sözlər təklikdə cümlə üzvü ola bilirlər. Bir də əsas nitq hissəsinə aid olan sözlər söz yaradır. Söz yaradıcılığı bəhsində bu barədə danışmışıq. Demək, məsələ nədən ibarətdir? Məsələn, biz düzəltmə sözləri düzəltməkdən ötürü leksik mənası olan bir sözün üzərinə, daha çox sonuna, hansı ki, əvvəlinə də artıra bilirik bəzi sözlərdə, leksik şəkilçi artırılıb və yeni söz düzəltirik. Məsələn, tutaq ki, söz yaradır deyirik. Məsələn, burada necə yazalım? Bax, burada yazaq. Məktəb. Məktəb sözünə bir dənə li şəkilçisi artırsaq, olacaq məktəbli. Çox səliqəsiz yazdım, üzrü sayın. Məktəb sözü leksik mənası olan sözdür. Li şəkilçisi artırdıq, yeni söz düzəltdik. Yeri gəlmişə məktəbli sözü isim. 5-də şəkilçi qəbul edib formacı dəyişir. Sonra bilirsiniz necədir? Bax, qrammatik şəkilçilər ki, artırılır sözün üzərinə, həmin söz formacı dəyişir. Məsələn, isimlərdə cəm, mənsubiyyət, hal, xəbərli şəkilçilərini sözün üzərinə artırdıq, həmin sözün forması dəyişir, lakin onların leksik mənası dəyişmir. Eləcə də feillərdə, digər nitq hissələrində də qrammatik şəkilçi artıra bildiyimiz bütün sözlər hansı ki, sifətlər ismin xüsusiyyətlərini qəbul edib, qrammatik şəkilçi qəbul edə bilər. Saylar qrammatik şəkilçi qəbul edib, formacı dəyişə bilər, ismin yerində işlənərkən. Gəldik köməkçi nitq hissələrinə. Köməkçi nitq hissələri yalnız qrammatik mənası olur köməkçi nitq hissələrinin. Əsas leksik mənası olmur. Ayrılıqda suala cavab vermir. Sonra ayrılıqda təklikdə cümlə üzvü olmur. Köməkçi nitq hissələri söz yaratmır. İstisnalarını burada qeyd eləmişəm. Aid və aid sözündən, aid qoşmasından, aidlik bildirən aid qoşması ismin yönlük halına qoşularaq mənə aid, sənə aid, ona aid. Aidlik və aidiyyət isimləri düzəlir. Həm fikir, həm iştirak bağlayıcısından həm fikir sözü düzəlir. Qədər qoşmasından məktəbə qədər. Yeri gəlmişəm, bu qədər qoşması elə məktəbə qədər sözündə. Məsələn, deyirik məktəbə qədər hazırlıq qrupları, bir də deyirik ki, biz məktəbə qədər qaçdıq. Bu
hardan və hansı məqamda işlənməsindən asılıdır ki, bitişik yazılı mürəkkəb söz düzəltsin, yoxsa ayrı yazılı qoşma kimi işlənsin. Özünə məxsus. Məsələn, deyir ki, xalqımızın özünə məxsus adətləri var. Necə adətləri özünə məxsus? Belə deyirik. Bir də deyirik ki, o özünə məxsus əşyaları götürüb getdi. Bir də köməkçi nitqçələri formacı dəyişmir, yəni onların üzərində qrammatik şəkil çağırtıraraq onların formacı dəyişmək olur. İndi burada aşağıda qeyd eləmişik qeyd. Qeyddə nə var? Qeyd qoşma ilə bağlıdır. Qoşma qoşulduğu sözlə birlikdə suala cavab verir. Amma tək yox ha, qoşulduğu sözlə birlikdə suala cavab verir. Qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Qoşulduğu sözlə birlikdə qrammatik şəkilçi qəbul edib formaca dəyişir. Belə bir məsələ var. Məsələn,